Cahangir bəy. Tövlənin üstünə krişa var. Geceden yok. Yok. Derede etkisiz. Paylamam bilmeyiz. Yuxarıda 2 mərtəbəli tikiblər, aşağıda 1 mərtəbə. Hem iki defa asıcım yolladı. Hörmətli şeylər yuxarıda. Yaşlılar vardı, yadımda qalmırdı. Yox, 2 mərtəbənin heç olsa aşağısı. İşğaldan əvvəl bu yolun yeri ilə güclü yağışlar yağanda həmişə sel gələrdi. İndi inşallah ki, drenaj sistemi qurublar. İran adamı. Burası stadion yeri burada. Bu evler düştü. Ha, buralar. O ağaç bax bir dənə qalan yadigar. 3 otaq. Kimdə? Bu indi girdiyimiz ev. 3 tane. Biri bağlıydı. 4 otaq. 4 otaq. O bizim evin yeri o. Aradım. Bağça hardasa Hüseyn Əli əmigilin evinin yerinə düşür. Mən də elə fikirləşdim. Biraz da bizim həyətə. Ha, burada xəstəxana. Hələ. Bura xəstəxana. Burada Kənddə xəstəxana. Dönək bir tərəfə bir həyətimizə baxaq sonra gedək, ha? Bura Cahit bəyliyə gedən Mən yol. o gün sənə çəkib buranı atmışdım da. Sənə buranı atmışdım da. Burada bizim evin yeri. Ha. Buydu da düşəndə bilib buradır da. Heç baxçanın yeridir. O görünən 2 mərtəbə hardasa Müstəcəbkinin evinin yanındadır. Belə təsəvvürünüzə gətirin. Belə Qubadlıya baxanda bizim kənd nisbətən yaxşıdır ki. Belə pis deyil. İlk baxışdan yaxşıdır. İnşallah içə də yaxşı olardı. Allahın köməklə. Biz orada olanda hardasa günortaya vaxtlar idi. Fəhlələr yeməyə çıxırdılar. Amma
Belə iş gedir də, iş gedir inşallah ki. Belə getsə ən azından marta köçərik də. Burada köhnə bağçanın yeri, artizan yeri, su artizanı. Qərəməklə. Məktəbin yeri arxın üstündəki o xirmən var idi, ot tayalar olan yer. Sonra təzə tövlələr var idi, mal tövlələr. Bax, həmən yerdən. Bizim evin yeri deyil, saxlayıblar, belə deyil. Burada şərab zavodun yeridir, Gendəri. Bura bir uşaq vaxt pəncər yığmağa gələrdi Gendəriyə. Orada da saqqız ağacı var. Gecə ilə qalırdım orada. Şərab zavodunun yerində əksəriyyəti 2 mərtəbəli binalardır. Bura şərab zavodunun yeridir. Yaxşıdır, hamısı 2 mərtəbədə, ancaq çox yaxın tikiblər. Geri qaydırıq asfalta çıxmadı, bax, köhnə məktəbin yeri. Burada köhnə məktəbin yeridir. Burada Cangilbəlinin bazarıdır, bax, bazar tikiblər. Bazar kompleksi olacaq. Bu görkən 2 mərtəbədə inzibati bina olacaqdır orada. İdarə etmə mərkəzi. Burada Şirinbəyəxin üstüdə köhnə məktəbin elə bir alt tərəfindəki bağlar vardı, həmənki yerlərdir. Asfaltdan çəkirik. Üslandan qaydanda Tatarıda, baxdır, Tatarın yerində qəribə şeylər vardır. Torpaq sot töküblər, qaldırıblar oranı, indi baxarsınız da, bu beləncə bir yerdir. Sona qədər baxdığınız üçün təşəkkürlər.